gündəmin hər birimizi, hər bir demək olar uşaqda tez-tez rast gəldiyimiz diqqət əskikliyi və hiperaktivlik sindromuna toxunacağam. Burada mən müəllim və şagird münasibətlərinə, eyni zamanda valideynlərin də bu mövzuda uşaqlara necə yanaşmaları, hansı istiqaməti tutmaqları və o istiqamətdə irəliləməkləri haqqında məlumatlar verəcəm. Bu həm tələbələr üçün yararlı bir vebinar olacaq, inanıram və eyni zamanda müəllim və valideynlər üçün də. Çünki burada həm elmi tədqiqata əsaslanan məlumatlar var, həm də praktik məlumatlar var. İndi isə mən keçmək istəyirəm mövzumuza. Bir dəqiqə mən ekranı tam paylaşmışam. Bəli, deməli. Mövzumuz ilk olaraq diqqət əskikliyi, hiperaktivlik pozuntusu nədir, yaranma səbəbləri, bu uşaqların gələcəyi, diaqnostik kriteriyalar, yaş göstəriciləri, müəllimlərə məsləhətlər, müəllimlər üçün bu uşaqlar necə davranmaqları üçün bir sıra te belə deyim də, texnikalar və tədris metodikaları və eyni zamanda mən sonda sizə hədiyyələr də təqdim eləyəcəm, hədiyyə saytlar və davranış panosu, axırda tanış olacaqsınız. İlk olaraq baxaq görək diqqət əskikliyi, hiperaktivlik pozuntusu nədir? Diqqət əskikliyi və hiperaktivlik pozuntusu dopamin səviyyəsinin aşağı olması ilə bilinən və beyin metabolizmasında, xüsusən də diqqəti və düşüncəni idarə edən beyin bölgələrində fəaliyyətin zəif olması səbəbilə ortaya çıxan neyroinkişaf pozuntularından biridir. Bu vəziyyət diqqətsizlik, hiperaktivlik və impulsiv davranışlar ilə xarakterizə olunur. Uşaqlıq dövrünün ən çox rast gəlinən problemlərindən biri olan diqqət əskikliyi və hiperaktivlik pozuntusu davranış pozuntusu hesab olunur həmçinin və adətən uşaqlar 7 yaşına çatdıqda bu hal özünü daha çox büruzə verir, yəni məktəb yaşında. Yəni məsələn, bəzən sual verir valideynlər ki, bəs biz bunu əvvəldən necə aşkarlayaq məktəbə qədər yaş dövründə? Düzdür, o zamanlar da müəyyən metodlarla, məsələn, uşaq tutalım məktəbə qədər hazırlığa gedir, müxtəlif dərnəklərə yazılır. Məsələn, orada da müəllimlər bizə deyə bilirlər. Məsələn, uşaqda biz hiss eləyirik ki, diqqəti yayınıqdır, bizə fokuslana bilmir, diqqətlə qulaq asa bilmir. Hə, bu zaman biz şübhələnə bilirik. Amma daha çox bu özünü göstərir məktəb dövründə, yəni 6 və 7 yaşdan sonra. Diqqət əskikliyinin və hiperaktivlik pozulmasının yaranma səbəbləri desək nədir? Hələ tam elmə mövcud deyil, yəni bəlli deyil ki, tam olaraq nədir və biz onun belə deyim də nüvəsindən həll eləyək. Amma buna misal olaraq bir neçə təxminlər var ki, bura bioloji və genetik amillər və eyni zamanda psixososial amillər aiddir. Bioloji amillərə nə aiddir? Beyin zədələnməsidir, beyində struktur və funksional anomaliyalardır, dopamin və noradrenalin azlığıdır və mərkəzi sinir sisteminin zədələnməsidir. Psixososial amillərə aiddir, uşağınızdan onun əldə edə biləcəyinə daha çox şey gözləmək, az ya da daha yanlış motivasiya, məsələn, daha çox onu olmadığı təqdirdə daha çox onu tərifləməyimiz ya da əksinə qənaətbəxş olmayan yaşam şərtləri, yəni məsələn, bu uşaq məktəbə gedir, məktəb yaşındadır, amma evdə bir əlverişli mühitdə yəni yaşamır. Məsələn, dərslərini oxumaq istəyir, televizor o yandan açıqdır, uşaq da həmin vaxtda dərs etməyə çalışır. Bu zaman nə baş verir? Elə diqqət əskikliyinin yaranmasının da növrəsi burdan başlayır. Eyni anda fikrin paylanması bir neçə şeyə fokuslanmaq istəyir və bu zamanda mərkəzləşməsi zəifləyir diqqətin və nəticədə də bu da yəni dəlalət eləyə bilir ki, bu diqqət əskikliyi daha da ağırlaşsın. Diqqət əskikliyi, hiperaktivlik qarışıq bir genetik xəstəlikdir. Yəni elmi olaraq desək, inkişaf riskinin 10-35 olduğu bildirilir. Valideynlərində dəb olan uşaqların dəb riski 60% təşkil eləyir. Beyin görüntüləmə tədqiqatları da göstərir ki, dəb olan uşaqlar beynin ön bölgəsində yerləşən və diqqətimizi tənzimləyən frontal bölgədə aşağı qan axını və şəkərdən aşağı səviyyədə ifraz olunduğu aşkar olunur.
Cəmiyyətdə bu pozulmanın yaş artdıqca azalacağı düşünülür, lakin tədqiqat göstərir ki, bu proses fərqli yaşlarda və davam etdiyi aşkarlanıb. Yəni hər kəsdə fərdi xüsusiyyətlərə uyğun bu pozulma özünü göstərə bilər. Əgər uşaq müalicə və davamlı təlim görməzsə, hərəkətlərində azalma, huzursuzluq, diqqət dağınıqlığı eyni şəkildə bilər. Ə, bəli, edə bilər. Biz mütəxəssislərin hər zaman dediyi bir deyim var ki, hər diqqət əskikliyi, hiperaktivlik pozuntusu olan uşaq dahi deyil, amma hər dahi diqqət əskikliyi bir hiperaktivlik pozuntusudur. Və burada da dahilərimizi görürsüz. Bunlar haqqda məlumat verim. Burada gördüyümüz şəxslər hər birimizi tanıyırıq. Albert Einsteindir, Bill Gatesdir, Nikola Tesla'dır, Steve Jobs və Oytun Əlbaş. Yəqin ki, aranızda tanıyanlar olar. Məşhur həkimdir, professordur. Yəni həm də türkdür. Amma digərləri tanıdığımız illərlə alimlərdir, müxtəlif şirkətlərin yaradıcılarıdır. Yəni bu insanlar belə sırf bu pozulmaya sahib olduqları üçün bir neçə işlə məşğul olmağa həm enerjilər çatıb, həm o beyin strukturaları o həmin o işin ağırlığını götürüb. Yəni əslində valideynlər çox vaxt məyus olurlar, pis olurlar ki, uşağım dərslərini tam fokusuna bilmir, oxuya bilmir. Amma əslində biz ona düzgün bir istiqamət tutsaq, düzgün təlim məsələn də düzgün mütəxəssislə işləsə təlim olaraq və düzgün təhsil şəraitində təhsil alsa, düzgün qurulmuş bir strukturada, əslində uşaqda çox o içində olan gücü daha da büruzə verə bilər, daxildən xaricə əslində, biz onun üzərində işləsək. Burada da nəyi mən göstərmək istəmişəm? Ümumiyyətlə Amerikalı tədqiqatçıların araşdırmaları əsasında ortaya çıxıb ki, diqqət əskikliyi və hiperaktivlik pozuntusuna sahib olan şəxslər daha çox biznesmen, CEO, aparıcı, jurnalist, polis və yanğın, yəni fövqəladə hallarda, yəni daha çox həyəcan tələb eləyən, adrenalin tələb eləyən, daha çox həyəcanlı işlərə can atırlar və daha çox o proseslərə yönəlirlər, meyilləri daha çox ona olur və daha çox da baxılıb ki, bu sahədə çalışan valideynlərin övladları da elə bu sindroma daha meyilli olurlar, belə deyək. Diaqnostik kriteriyalar nədir? Məsələn, sual verə bilərsiniz ki, biz necə bilək diqqət defisitliyidir, impulsivlikdir, hiperaktivlikdir. İndi onların hər birinin ayrı-ayrısı təqdim edəcəm. Diqqət əskikliyində çox zaman diqqətini detallara toplaya bilmir, səliqəsizlik, məsuliyyətsizlik, özündən ev tapşırıqlarında, digər fəaliyyət növlərində səhvlərə yol vermə, adətən tapşırıqları yerinə yetirərkən və ya oyun zamanı diqqətini güclə toplayır. Elə təsəvvür yaranır ki, məsələn, biz ona nəsə deyirik, amma o bizi eşitmir. Tapşırıqları sona qədər yerinə yetirə bilmir, instruksiyalara tabe olmur. Heç vaxt uşağın neqativ və üsyankar davranışı ilə əlaqədar olmayaraq tapşırığın öhdəsinə gələ bilməməklə izah olunur bu. Çox zaman tapşırıqları və ya digər fəaliyyət növlərini müstəqil yerinə yetirməkdə çətinlik çəkir. Daha çox valideynin dəstəyi ilə, müəllimin dəstəyinə sinifdə olduqda ehtiyac duyurlar. Uzun müddətli diqqət tələb edən tapşırıqlardan yayınır və müqavimət göstərə bilərlər. Yəni ya durub gəzə bilər sinifdə, ya ola bilər məsələn sizin məsələn dediyiniz nitqi dinləməyə bilər və bu da sizi daha da çox acıqlandıra bilər. Amma əslində biz bilsək ki, məsələn bu uşaqlarda bu üzündəndir. Yəni onların özünə yəni asılı deyil də, bilə-bilə etmirlər. Ona daha çox səbrlə yanaşa bilərik düşünürəm. Tez-tez əşyalarını itirirlər, oyuncaqlarıdır, məktəb ləvazimatlarıdır, kitablarıdır, karandaşlarıdır. Məsələn bunu daha çox görə bilərsiniz. Ya məsələn tez-tez eşidirik, düzdür, bu bütün uşaqlara aid deyil, amma bir qrup uşaqlar ki, hansı ki bu sindroma sahibdir, ev tapşırıqlarını evdə qoya bilərlər. Yəni ola bilər ki, həqiqətən də yalan danışmır, unutduğu üçün evdə qalıb, amma yazıb həqiqətən tapşırığı. Onların diqqəti çox asan yayınır, gündəlik situasiyalarda unutqanlıq müşahidə oluna bilər. Hiperaktivlik isə desək nədir? Necə özünü büruzə verir? Əl və ya ayaq pəncələrindən narahat hərəkətlər, stulda oturarkən fırlanır, əyilir, məsələn, məktəb, sinif ortamındadır. Müəllimlər bunu çox tez-tez müşahidə edirlər və daha çox onların şikayətlərinə əsasən də bunları daha çox vurğulamışam. Yerində oturmalı olduğu halda tez-tez durur, gəzişir, gedir, meyli götürür, təbaşiri ya da markeri götürür, nəsə yazmaq istəyir lövhədən, müəllimdən icazəsiz, bu da ola bilir. Çox zaman məqsədsiz hərəkəti, aktivlik büruzə verir, qaçır, fırlanır, harasa dırmaşır, sakit, rahat oynaya ya da nə isə məşğul ola bilmir. Özünə elə apar ki, sanki ona motor qoşulub, belə bir təəssürat yaranır. Çox danışmağa meyillidir, su içmək, ayaq yoluna getmək kimi bəhanələrlə ayağa qalxırsa, məsələn, müəllimlər daha çox bunu mən məktəb ortamında olanda gördüm. Deyirlər ki, məsələn də çox su içməyə getmək istəyirlər və yaxud da
ayaq yoluna çox icazə alırlar. Bu uşaqlarda daha çox bunu görə bilirik. İmpulsivlik isə çox zaman suallara sona qədər qulaq asmadan cavab verir, müxtəlif situasiyalarda öz növbəsini gözləməyə hövsələsi çatmır, çox zaman ətrafında olanlara söhbətə və ya oyuna müdaxilə etməklə mane olur. Məsələn, ev tapşırığı vermisiniz, deyirsiniz ki, uşaqlar sırayla bir-bir gətirin, tərtib verin ev tapşırıqlarınızı. O gözləyə bilmir öz sırasını və nəticədə də nə olur? Siz deyirsiniz ki, bu uşaq necə hövsələsizdir. Məsələn, o fikir bizdə yaranır, amma əslində bu onun impulsivliyindən qaynaqlanan bir şeydir. Sosial münasibətlərdə, məktəb təlimində kliniki pozulmalar haqqında ümumiyyətlə məlumatlar var. Yəni bu mənim verəcəyim sizdə broşur olacaq. Orda sizin məsələn əl kitabı deyək də, kiçik bir kitabça olacaq. Oradan da yenidən bu məlumatları gözdən keçirə bilərsiniz. Yaş göstəriciləri desək nədir? Əlamətlərin 12 yaşdan öncə başlanması, ən az 6 ay davam etməsi və əlavə olaraq birdən çox göstəricinin olması önəmlidir. Yəni 5 göstərici oldu, 3 göstərici oldu, onunla biz belə deyim də, diaqnoz qoya bilmərik və bizim haqqımız yoxdur. Nə mən psixoloq olaraq, nə hər hansı bir müəllim olaraq, valideyn olaraq haqqımız yoxdur. Bunu mütləq şəkildə uşaq psixiatrına müraciət edirik. O lazımi diaqnozu qoyur və bizə yönləndirir mütəxəssisə. Mütəxəssis də o göstəriş üzrə təlim proqramı qurur və o proqram üzrə irəliləyir uşağın belə deyim, çatışmazlıqları və problemi əsasında. İndi gəldik ən maraqlı hissəyə ki, müəllimlərə məsləhətlərimiz nədir diqqət əskikliyi üçün? Şagirdi ön sırada ətrafında onu qıcıqlandıracaq şeylər sıfıra endirmək, ön sırada əyləşdirmək, ona yaxşı örnək ola biləcək parta yoldaşı təyin etmək, səmimi və dost olduğu yoldaşı ilə əyləşdirmək. Məsələn, düşünə bilərsiniz ki, hə, çox danışacaq, amma ki, bu ona əksinə stimul olacaq müəyyən müddətdə. Təbii ki, sizin də burada qərarınız önəmlidir, sadəcə buna məsləhətdir. Yəni, sınanılmış, praktika olunmuş və yüksək nəticə vermiş məsləhətlərdir. Təbii ki, bu hər uşaqda eyni nəticə verməyə bilər, fərdi xüsusiyyətlərə baxır, amma yəni istifadə edə bilərsiniz. Qeydlərində parta yoldaşlarının ona kömək etməli olduğunu aşılayın. Yəni kömək eləsinlər. Məsələn, siz ola bilər 40 nəfər var sinifdə, 30 uşaqdır, 20 uşaqdır, hər kəsə müəllimə çata bilmir normal olaraq və siz onunla elə bir yoldaşını əyləşdirə bilərsiniz ki, o uşağın həm intellektual cəhətdən, həm idrak prosesləri qaydasındadır, yəni dərslərini normativ, yüksək və ya səviyyədə yerinə yetirə bilir və yoldaşına kömək etsin, dəf olan yoldaşına. Sonra çalışmaları həll etməsi üçün ona əlavə 5-10 dəqiqə vaxt verin. Yəni digər uşaqlara nisbətdə. Digər uşaqlara 10 vermisinizsə, ona 15 verin, 20 verin ki, daha tez onlara çata bilsin. Qısa müddətli hədəflər təyin eləyin, tapşırıqlarının sayını azaldın. Tapşırıq zamanı yəni tetikləyici, uyarıcı siqnallardan istifadə eləyin. Variantlı testlərdə variantların çox olmamasına diqqət edin. Düzdür, başa düşürəm, bizim təhsil sistemimiz bu qaydalara çox da uyğun olmasa da, amma məsələn, sinifdən xaric olan tapşırıqlar ki, müəllimlər verirlər, KSG və BSG-dən əlavə. Məsələn, o tapşırıqları sırf o uşağınıza görə uyğunlaşdıra bilərsiniz, əgər bu istəyiniz varsa. Hiperaktiv uşaqlar üçün tapşırıqlar arası qısa pauzalar vermək, əgər tapşırığı tələsik və diqqətsiz yerinə yetirərsə, etdiyi tapşırığı yenidən gözdən keçirməsini və yoxlamasını tələb etmək, kiçik və uyğunsuz davranışlarını görməzdən gəlmək, yəni hər hansı bir səhv eləyib, tutaq 2 dənə səhv eləyib də tapşırıqda, onu çox vurğulamamaq, daha çox onun uğurunu vurğulamaq, daha çox ay, afərin sənə, keçən dəfə məsələn 3 səhv eləmişdin, bu dəfə 2 səhv elədin və s. Hər hansısa bir çatışmazlıq görmüşdünüz, bu dəfə onu görmürsünüz. Daha çox onun üzərində durun. Uyğunsuz davranışlarını ehtiyatlı və şagirdin qəlbini qırmadan söyləyin. Çünki bu uşaqlar həddən artıq həssas olurlar, onu da qeyd edeyim. Və dediyiniz söz daha çox onların qəlbinə dəyə bilər, inciyə bilərlər, motivasiyadan düşə bilər, özgüvəni azala bilər və nəticədə olan da, yəni göstərməyə bilər də olduğu şeyi. Müsbət davranışlarını dediyim kimi tərifləmək, şagirdin ac olmadığından əmin olmaq, çünki ac olanda da uşaqlar hiperaktiv hərəkətlər göstərə bilirlər. Əlini məqsədli şəkildə qaldırdıqda yanına gedin. Yəni, olur da, məsələn, uşaqlar durduq yerdə elə hər sözündə, hər fikrində müəllimə ilə bölüşmək istəyirlər. Bu zaman ona sərhədlərinizi çizməlisiniz, yəni göstərməlisiniz ki, sən yalnız mənə ehtiyacın olduğunda çox təcili bir vəziyyətdə, tapşırıqda məni yanına çağıra bilərsən. Hər sualda yox.
Suala cavab vermək üçün əl qaldırdıqda onu tərifləyin, motivasiya eləyin. Lazım olduqca əl qaldırmasını, səsləndirməsini öyrədin. Yəni uşaq var, bildi, bilmədi, müəllimlər bunu müşahidə edir, əllərini qaldırırlar. Bəzi uşaqlar bunu diqqət çəkmək üçün də eləyirlər təbii ki, amma bu uşaqlarda da bu hiperaktivlik üzərindən eləyirlər. Bu uşaqlar digər uşaqların əhəmiyyət vermədiyi stimullar, səslər və hadisələrə asanlıqla diqqətlərini yayındıra bildikləri üçün onların sinif otaqlarının sakit və sadə olması vacibdir. Stimul burada nəyi demək istəmişəm? Məsələn, qapı açılır, kimsə girdi içəri, nəsə müəlliməyə söz demək istədi. Ya bir tappıltı, tıqqıltı gəldi, ona da çönüb baxıb bunu nəzərdə tutmuşam. Ona görə də indi onlara biz bir əlac eləyə bilmərik hər bir səsə, amma ki məsələn, mən otaqlarda çox müşahidə edirəm, hal-hazırda da məsələn məktəbdə olanda baxıram. Çox uşaqların əl işləridir, bütün divar boyu asılıb. Yəni lazım olan, olmayan çox şeylər var. Hətta mən bunu məktəbimizdə tətbiq eləmişəm və müəllimlər də müşahidə ediblər ki, həqiqətən də onu tətbiq eləyəndən sonra uşaqların diqqəti daha çox müəllimə də fokuslanır və daha çox diqqətlərin davamlılığı artır. Məsələn, uşaqların əl işlərinə bilirəm, rəğbət bəsləyir müəllimlər, onlara sevgisini göstərmək, nümayiş elətdirmək üçün eləyirlər. Amma əslində biz onları istəmədən diqqətlərini yaymasına səbəb oluruq da. Məsələn, bir rəngli-rəngli, məsələn, çox kətanlar var idi, kağızlar vardı, A4-lər. Onların hamısını dedim ki, xahiş etdim ki, məktəb rəhbərliyindən bu nüansa çox diqqətlə, yəni həssaslıqla yanaşsın. Həqiqətən də ondan sonra yəni kifayət qədər uşaqlarda dəyişiklik oldu. Yəni ağappaq da olmaz, başa düşürəm, amma ki, lazımlı əşyalar asılmalıdır. Hə, yəni sinfi gözəlləşdirməkdir, təhsil məqsədi ilə asılıdır, amma bu materialları minimuma endirmək lazımdır. Mövzuların əsas hissələri diqqət əksikliyi və hiperaktivlik uşaqlara vurğulanaraq izah olunmalıdır. Yəni əsas hansı hissəni bilməlidir ora. Və bu şagirdlər üçün hər hansı dərs planında fiziki hərəkətlər planlanmalıdır. Elektron lövhədə məsələn qələmi açmaq üçün qaldırmaq, təbaşiri almaq, müəllim masasını düzəltmək, çiçəkləri sulamaq. Məsələn, müəllimlər olur ki, Əhməd gəl lövhəni sil, daha çox o uşağı yönləndirin. Ola bilər, məsələn, mən çox görürəm, bir sinifdə hətta 3 uşaq var ki, diqqət əskikliyi idi, hətta diaqnozu belə qoyulmuşdu. Hə, məsələn, o uşaqlar daha çox biz yönləndirməliyik. Qələmi götür, yaz, sil, poz, onu gətir mənə, apar və s. Dəftərləri yığ məsələn, gətir, ya dəftərləri payla, bu şəkildə. Dərsdən kənar fəaliyyət kimi idmanla məşğul olmasını təmin eləmək, bu uşaqların da hiperaktiv. Biri var aktivlik, biri də var hiper. Yəni ki, məqsədsiz aktivlik mənasına gəlir. Ona görə də bu uşaqlara məqsədli aktivliyə yönləndirmək yolunda biri idmanla məşğul olmağa yönləndirməkdir. Bir müəllim olaraq sinifdə dərsi izah edərkən sürətinizi azaldın. Yəni məsələn, müəllim var bilmir, dərs materialını çatdırmaq istəyir, başa düşürəm, amma çox sürətli nitqini planlayır. Amma bu da həmin uşaqlara, nəinki həmin uşaq, digər tipi uşaqlar üçün də mənasız olur. Yəni müəllimin dediyi də işdə qavraya bilmirlər. Tərifi və cəsarətləndirilməyi sevən bu uşaqlar bunlar edilməliklə əsəbləşə və məyus ola bilərlər. Dərsi əyləncəli və anlamlı hala gətirmək önəmlidir. Zarafatı, əyləncəni sevən, xüsusilə sürprizlərə açıq olan diqqət əskikliyi, hiperaktivli uşaqlar şagirdlərin həvəsini və diqqətini artıra bilərsiniz. Bu uşaqlar planlardan, qanunlardan tez sıxıla bilirlər. Yəni bu uşaqlar daha çox. Şagirdlərə bir şeyi öyrədərkən fiziki təmas önəmlidir və ən əsası göz kontaktı qurmağınız. Mən çox məsləhət bilərəm. Hətta mən deyirəm ki, onsuz da uşaqlar balaca olduqda boy səviyyəsinə onu enməliyik. Əllərinə tutmalıyıq, göz təmasınızı, göz kontaktımızı güclü tutmalıyıq. Bu həm valideynlərə aiddir, həm müəllimlərə. Onda uşaqlar daha çox bizim fərqimizə varırlar, daha çox bizim varlığımızı həqiqətən hiss eləyir və bizə fokuslana bilirlər. Ümumi sinifə sual verərkən ilk olaraq sualı verin, sonra uşağın adını çəkin. Dərdli uşağa çalışdığınız qədər asanlaşdırılmış sual yönləndirin ki, bilməyəndə stimuldan, həvəsdən düşməsin. Daha da çox bildikcə, məsələn, bir asanı, o digərini də artıq beyin işə düşəcək, neyronları onun o sualı cavablandırmaq üçün bütün gücünü sərf eləyəcək ki, sizin sualınızı cavablandırsın. Sinifdə dərdlə bağlı ümumiyyətlə hekayə oxuya bilərsiniz. Bu, onları qəbul etməyiniz anlamına gəlməkdədir. Yəni, ondan da içi rahat olacaq ki, müəllim onu qınamır. Tez-tez inkişaf sürəti yoxlanılmalı və nəzarətdə saxlanılmalıdır. Geri dönüş həm valideynə, həm də şagirdin özünə deyilməlidir. Məsələn, müəllim olaraq artıq siz burada iştirak edən müəllimlər varsa, artıq məlumatlı oldular mən dediklərimdən. Məsələn, görəcəklər ki, bu dediklərinin hər hansısa biri azaldı.
Biri azalan kimi hətta valideynə bunu geri dönüş eləyə bilərsiniz. Çünki valideynlərin özü də çox həssas olurlar bu uşaqların valideynləri ki, çünki hər zaman məsələn iclaslara gedəndə bir tərəddüdləri olur ki, hə övladım haqqında yəqin ki, yenə bir mənfi bir necə deyim, bir fikrmi deyim, yoxsa bir məsləhətmi deyim, eşidəcəm. Hə, ona görə valideynlərə də həssas yanaşmaq lazımdır, bacarıldığı qədər və tərif lazımsa tərif də lazımdır yerində amma. Bir çox, dəb uşaqlar vizual olaraq materialı daha yaxşı mənimsədikləri üçün bir şey deyilərək izah edilən zaman vizual vasitələrdən də istifadə yararlıdır. Yəni əksəriyyət məktəblərdə artıq 1-4-cü sinif aralığında uşaqlar, elektron lövhədə dərs öyrənirlər və bu daha çox yaxşıdır əslində ki, müəllimlər orada daha çox əlverişlidir vizual vasitədən istifadə etməkləri. Bu uşaqlar gün ərzində daha çox uğursuzluq duyğusu yaşaya bilər, evdə də, məktəbdə də. Buna görə də mümkün olduğu qədər uğurlu olduğu məqamları çox güclü şəkildə müşahidə edib, uğurlarını ona vurğulayaraq demək lazımdır. Bu uşaqlar bol-bol motivasiya edilməli və cəsarətləndirilməlidir. Şagirdlərdə, dəfin üstünlükləri söylənilməli, daha çox enerji olur, bu uşaqlar deyilməlidir. Məsələn, təcili işlərin edilməsində daha çox köməyimizə çatır. İləri zamanda hərəkət ya da danışığın böyük rol oynadığı peşələrdə uğurlu olması vurğulanmalıdır, hansı ki, mən bayaq sizə təqdim etdim. Bundan əlavə, sağ beyinləri sol beyinlərə nisbətən daha çox inkişaf edir, yəni incəsənət beyinləri. Ona görə bu uşaqlar daha yaradıcı tərəflərini biz görə bilərik. Dərdli uşaqdan daima yerində sakit və səssiz əyləşməni gözləmək və tələb etmək çox yanlış bir yanaşmadır. Önəmli olan bunu onun sizin və xeyrinizə çevirməkdir. Yəni bunun üzərində biz çalışmalıyıq. Necə edim ki, vəziyyəti normaya salım? Məsələn, şagirdə tez-tez lövhəyə çıxarmaq, tez-tez sual vermək, hər hansı əşyanı götürüb sonra yerinə qoyması tələb edə bilərsiniz. Bayaq qeyd etdiyim kimi, dərdli uşağa 30 dəqiqəlik bir tapşırığı veririksə, bunu 3-10 dəqiqəyə ayırırıq. Məsələn, ilk 10 dəqiqədə tutaq ismi vermişik, ümumi isimlər, xüsusi isimlər, məsələn, mücərrəd isimlər üçlü bir etaplı tapşırıqdır. Birinci deyirik ki, ümumi isimlər tap, xüsusi isimlər tap, mücərrəd isimlər tap. Bu şəkildə irəliləyirik. Birdən hamısını etməsini, çünki uşaq həmin an axı istəyir yoldaşlarının səviyyəsinə çatsın, çata bilmir. Çünki onun özündən asılı deyil bu. Bu şəkildə biz ona kömək edirik. Yolu biz göstəririk ki, bax ağıllı oğlum, ağıllı qızım. Bunu biz gəl 3 dəqiqə 10 dəqiqəyə bölək. Mən sənə vaxt qoyacağam. Bu vaxtlar ərzində amma bitirməlisən bu birinci sütunu, ikinci sütunu və üçüncü sütunu. Bu şəkildə. Bu həm də özünə inam artacaq. Görəcək, birini yerinə yetirdi, əla, ikini də yerinə yetirdi, super. Artıq üçdə artıq öz güvəni də artacaq və sizinlə olan bağı da güclənəcək həmçinin. Riyazi bacarıqlarını artırmaq və əyləncəli formada mənzilmək üçün xüsusi elmi sayılardan istifadə edərsiniz. Hansı ki, bunu mən sizə hədiyyə edəcəm. Qrupa göndəriləcək, mən sizə yönləndirəcəm. Çox maraqlı orada saytlar var. Hətta bunu sinif ortamında da tətbiq edə bilərsiniz. Valideyn olaraq da evdə də tətbiq edə bilərsiniz. Çox işə yarayır. Bu yolla siz onun diqqətini asanlıqla cəmləyib davamlılığını təmin edə bilərsiniz. Qaydaları yazın, onları hər zaman görünəcək bir yerə asın. Uşaqlar onlardan nə gözlədiyinə əmin olduqda ətrafdakılara daha çox güvənəcəklər. Diqqət çatışmazlığı olan uşaqların ən böyük problemi xatırlaya bilməməkdir. Bayaq da dediyim kimi, yadda saxlamağına kömək etmək üçün onlara kiçik fəndlər öyrədin. Məsələn, ağlınıza gələn hər hansı fəndlər, göstərişlər, qafiyələr, kodlar yaddaşı yaxşılaşdırmağa kömək eləyəcək. Məsələn, nəyisə kodlamaqda tutalım. Hər hansısa bir tapşırıqda deyilən tapşırığa aid bir kod deyə bilərsiniz. Məsələn, tutalım evin adresini tutaq, tez-tez unudur, ona bir ləqəb qoya bilərsiniz. Bu şəkildə. Yaradıcılığınızı burada ön plana salmalısınız. Diqqət çatışmazlığı olan uşaqlar göründüklərindən daha çox istedadlı və bacarıqlıdırlar. Hansı ki, dövrümüzdə çox bu uşaqlar tənqidə məruz qalır. Yəni, mən bunu görürəm, amma bunu həmişə mən o uşaqları savunuram bu şəkildə ki və real nümunələr də göstərirəm ki, gələcəkləri çox istedadlı olur, savadlı da olurlar, bacarıqlı da olurlar, hətta çox yaradıcı olurlar digər uşaqlara baxdıqda. Onların yaradıcı gücləri, yumor hissi, sevinci və anlayışı sonsuzdur. Onlar çox çevikdir, yardımsevər olurlar, şəfqətli, təvazökar olurlar və içlərində xüsusi qığılcım sayəsində yaşadıkları mühiti həyata yəni həqiqətən canlandırırlar da. Baxsaz ki, uşaqlar məsələn dərsə gəlmir, görərsiniz sinif çox səssizdir.
Və hər səs-küydə də bir melodiya və bir simfoniya var, hər zaman deyirəm. Hər bir insanın necə ki yeri əvəz olunmazdır, bu uşaqlarda həmçinin. Və sonda da vurğulamışam ki, təkrar et, yəni 3 dəfə. Çünki bu uşaqlar təkrarı sevirlər. Yəni məsələn, bir tapşırığı bir dəfə yox, tutalım bu gün ismi keçmisiniz, sabah da feili keçəcəksiniz ya sifəti. Sifətə keçəndə bir 5 dəqiqə ayırıb bu ismi yenidən təkrarlatmaq. Düzdür, bilirəm müəllimlər eləyir, amma bu uşaqlar üçün daha çox buna diqqət etmək və daha çox bu işin üzərində durmaq məsləhətdir. Burada da hərəkətliyinlə hiper hərəkətliyin ayırmışam və ümumi olaraq da bayaq qeyd etdiyim kimi, bu uşaqlarda hərəkətlidə, yəni çox hərəkət edən uşaqlar məqsədini bilir. Məsələn, bilir ki, valideynin fikrini yayındırmaq üçün çox hərəkət eləyir. Bilir ki, bacı-qardaş qısqanclığı var. Məsələn, istəmir də bacısında da balacadır axı evin son beşiyidir. Fikir ona yönləndirilib. Deyir, yox, niyə onda olsun ki, qoy mən dəcəllik eləyim, qoy məndə olsun da fikir. Hə, ona görə babası gilə gedəndə eləyir. Ya evdə sakit olur, çıxır çöldə aləmi qatır bir-birinə. Məsələn, bu uşaqda hərəkətlilikdir. Amma hiperaktivlik bu uşaq özünə asılı deyil. Parka gedir, qaçır, hara evdə oldu, qaçır, evi dağıdır, dırmaşır və bildiyiniz bütün o sizin dəcəli hesab etdiyiniz hər şeyi edə bilir. Və valideynə də bu irad kimi tutulur müəllim tərəfindən və ya hər hansı bir müəssisə tərəfindən. Amma bunu araşdırıb həll etməyin yolu da bayaq qeyd etdiklərimdir. Məsələn, bu uşaqlarda ola bilər ki, məsələn, hiperaktivlik pozulması ola bilər özünü başqa bir cür göstərə bilər. Allergiyası var, asması var, məsələn, diqqəti azaldır. Ola bilər heç hiperaktivlik deyil, diqqət əskikliyi deyil, budur. Məsələn, şəkər xəstəliyində araşdırılıb ki, diqqəti azaldır. Eşitmə, görmə, məsələn, burada da çox aktiv hərəkətlər olur. Çünki bir-birini kompensasiya eləyə bilməyəndə bədənimizdə olan funksiyalar, beyində olan funksiyalar və nəticədə bu hərəkətliyə gətirib çıxarır. Dəmir əskikliyi olanda məsələn impulsivlik olur. Bəzi məsələn dərman qəbulunda, məsələn medikamentoz müalicələrdə də bunun əks təsirləri ola bilər. Bu şəkildə. Müəllimlər də effektiv təlim proqramlarında daha çox ümumi olaraq deyə bilərəm ki, vizual vasitələrdən istifadə eləsinlər. Bu daha çox, yəni təsir eləyəcək uşaqların inkişafına. İndi mən qısa bir sual vermək istəyirəm. Burada bu iki qələm arasında fərqi kim mənə izah eləyə bilər? Yəni sizcə mən bu şəkillə nə demək istəmişəm sizə? Yəni mənə elə gəlir ki, bu rəngli qələmlərin uşağın diqqəti rəngli qələmə mövqeyi ora yönəlir də. Amma sadə qələmlənsə diqqəti mənə elə gəlir ki, heç o dərəcədə də olmayacaq ki, qələmə fikir versin. Tamam, düzdür. Cavabınızı qəbul edirəm. Bəli. Siz də bir başqa bir aspektdən baxdınız, cavablandırdınız. Mənim də cavabım bir başqa olacaq. Başqa bir fikri səsləndirmək istəyən varsa eşidirəm. Əgər yoxdursa cavablandırım. Mən bunu bir Almaniyada baş tutan konfransda görmüşdüm. Bu kimi yəni bu həmin bu tədqiqatı ki, bunu çox tədqiqat aparırlar bir neçə məktəb arasında. Müəllimlərə bunu sual kimi yönləndirirlər ki, sizcə bu nədir? Mənası nəyə gəlir? Nə demək istəyir burada? Hə, orada ekranı zəhmət olmasa toxunmasaq olar. Bəli. Deməli, burada iki qələm arasında mən nəyi nəzərə çatdırmaq istəmişəm? Bir qələm, bunu çoxlarımız istifadə eləmişik. Bir neçə rəngdən eyni anda fikir vermisiniz, 3 rəngi istəyirik istifadə eləyək, qələm artıq istifadə etməz hala gəlir. Biz istəyirik həm sarıdan istifadə eləyək, həm qırmızıdan, həm göydən. Qələm bağlanır. Amma digər qələmdə belə deyim də, bu birinci qələm diqqət əskikliyi, hiperaktiv pozuntulu olan uşağı təmsil eləyir. Digər qələm isə hərəkətli uşaq və ya tipik uşağı təmsil eləyir. Yəni burada göstərmək istəyir ki, bu uşaqlarda eyni anda birinci qələm kimi bir neçə prosesi yerinə yetirmək istəyirlər. Ona görə də nə baş verir? Nəticəsiz bir iş alınır da. Yəni bu nəticəyə varılmır burada. Amma digər qələmki uşaqlar, yəni bir məqsədi olur, o məqsəd üzrə hərəkət eləyir
və belə deyim də, o məqsədə çatır, belə deyək. Düzdür, hiperaktiv uşaqlar da çatırlar, məsələn, tapşırıq əsnasında deyək. Amma ki, bu digər uşaqlar daha çox çatmış olur. Belə, digər hədiyyə saytlar da digər hədiyyə saytlar isə bunlardır. Bunları mən sizə göndərəcəm. Faydalana bilərsiniz. Hər biri, əgər sualınız olsa, təbii ki, yönləndirə də bilərsiniz. Şəxsi nömrəmə də yaza bilərsiniz. İstifadə etməyə əgər nəsə bir problem yaransa. Bu belə. İndi isə valideynlərə olan məsləhətlərim haqqında sizə fikrimi çatdırmaq istəyirəm. Ekran hər kəsdə görünür. Bəli. Tamam. Deməli, başlayaq. Burada ailəyə tövsiyələr budur ki, ev işlərini planlı şəkildə yerinə yetirin. Oyanmadır, yemək yemədir, oyun oynamadır, ev tapşırıqlarını yerinə yetirməkdir, televizor izləmək kimi gündəlik fəaliyyətlər üçün bir çox cədvəl hazırlayın. Yəni bunun üçün bir neçə cədvəl hazırlamaq olar, amma mən göndərdiyim cədvəldə hazırlayıb rahatlıqla istifadə edə bilərsiniz. Övladınız bu siyahıya əməl etməsini təmin etmək lazımdır. Orada verilən belə deyim də, tələbləri. Bunun üçün övladınızın otağına bir siyahı asın. Əgər sizin asılı olan bir dəyişiklik, məsələn, tətil, qonaq gəlişi baş verərsə, bunun səbəblərini ona izah edə bilərsiniz. Yəni qayda pozuntusu olduğu halda. Ev qaydalarını müəyyənləşdirmək. Qaydalar sadə, aydın, qısa olmalıdır. Övladınıza qaydalara əməl etmədiyi halda nə baş verəcəyini izah eləyin. Eyni zamanda qayda pozuntusu hallarında tətbiq ediləcək tədbirləri birlikdə müəyyənləşdirin. Xahiş etsəm ekrana toxunmasaq olar, çünki belə olduqda izləyicilərin də və mənim də fikrim dağılır. Çünki mən bayaqdan müdaxilə edib silirəm, amma bu baş verir və vaxtımız gedir. Burada sorumluluqların cədvəli var. Deməli, burada 1, 2, 3, 4, 15 günlük bir şkaladır. Siz hər gün, məsələn, məktəbə zamanında getdi, yəni yuxudan zamanında ayıldı, məktəbinə getdi, dərslərini diqqətlə dinlədi, çalışmalarını yerinə yetirdi, dostlarına qarşı yaxşı davrandı, əşyalarını düzənli tutdu, tapşırıqlarını etdi. Yəni bunların hər biri açıqlamada var və sadəcə həftə içi bunları doldururuq bunları və axırda da hədiyyə də eləyə bilirik. Amma mənim məsləhətim həmişə valideynlərimlə soruşanda ki, müəllimə, uşağım məsələn o gün getmişdi mağazinə Spiderman istədi məndən. Deyirəm ki, daha çox alın, demirəm. Amma onu orta hissəyə salaq alaq. Ən başda və ən axırda da mənəvi hədiyyələr eləyək. Valideynlərdir, məsələn, çox olur valideynlərim arasında işləyən qadınlardır. Məsələn, uşağı ilə çox az vaxt keçirə bilir, atasını heç elə olar uşaq var ki, görmür. Və mən məsləhət eləyirəm ki, bu halda mənim bu verdiyim şkala əsasında cədvəlin sonunda hədiyyə hissəsində ona mənəvi hədiyyəni belə deyim də verin. Məsələn, birlikdə oturun, oyun saatı təşkil eləyin, birlikdə parka gedin, restoranda gedin, məsələn, eybi yox. Müəyyən qədər mənəvi, müəyyən qədər maddidir, amma çox da maddiyə önəm vermədən daha çox orada sizin bir-birinizə qarşı emosional bağınızı gücləndirən, bir-birinizə qarşı olan sevginizi göstərən bir etkinliklər eləyin və beləliklə sizin həm uşağınızla olan bağ güclənəcək, uşağınızı daha yaxından tanıyacaqsınız, həm də ki, onun bu etməyi, bu sorumluluqları davam etdirmək həvəsi də artacaq ki, hə, mən davam eləyirəm, çünki mən qiymətləndirilirəm. Müsbət yanaşmaq, övladınıza nələri etməli olduğunu deyil, nəyi necə etməli olduğunu deyin. Məsələn, qapını bərk bağlama əvəzinə, qapını yavaş bağla demək daha təsirlidir. Və düzgün davranışlarını yalnız nəticəyə görə deyil, prosesi nəzərə alaraq mükafatlandırın. Dəb olan uşaqlar çox vaxt səhvlər üçün danlanırlar, lakin müsbət yanaşma daha effektiv üsuldur. Mesajın düzgün verildiyindən əmin olun, yəni sizin nitqinizin ona çatdığından. Övladınıza hər şeyi açıq və aydın şəkildə izah eləmək, gözlərinə baxaraq danışmaq
və dediyim kimi əlindən tutun, boy səviyyəsinə enin və o şəkildə danışın. Onda uşaqlar daha çox sizi dinləyəcəklər, özünüz də şahid olacaqsınız. Lazım gələrsə ona deyilənləri öz sözləri ilə təkrarlanmasını istəyin, yəni öz nitqində ona desin. Bu uşaqlar üçün verilən göstərişlər qısa və anlaşılan olmalıdır. Yəni uzun vadəli bir şey də deməməliyik bir anda. O zaten edə bilməyəcəklər ani olaraq. Daha çətin tapşırıqlar üçün isə bir neçə dəfə təkrarlamaq lazım ola bilər. Hər bir uğur üçün onu təbrik eləyin. Əlamətləri müşahidə etsəniz, mütəxəssisə müraciət edin mütləq şəkildə. Əgər övladınızda dəb əlamətləri müşahidə edirsinizsə, dərhal nevroloq və daha çox deyərəm psixiatrə müraciət eləyin. Tutarlı olun. Bu ən əsas mənim istədiyim şeydir valideynlərlə hər zamanda. Bu uşaqlara daha çox zaman ayırmalısınız. Ev tapşırıqlarını yerinə yetirmək üçün onların sakit və rahat bir mühiti olmalıdır. Bu yer digər insanlardan, televizordan və oyunlardan uzaq olmalıdır. Yəni oturmuşuq qonaq otağında tapşırıq eləyək olmaz. Bilirəm, məsələn, elə ola bilər mühit uyğun deyil, məsələn, sizin də şərait yoxdur, məsələn, ancaq bir otaqda da orada olmalıdır. O zaman televizor söndürülsün. Ola bilər bir ailədə neçə üzv yaşayırsınız, onları da başa salın, izah eləyin ki, bax bu uşağın gələcəyi var, bu uşaq belə davam eləsə daha çox bizim qulağımız şikayət eşidə bilər. Yəni bu şəkildə o insanın anlayacağı dildən izah eləyin. Əgər 3-cü, 4-cü dərəcəli şəxslər buna da müdaxilə edirsə. Onları başqası ilə müqayisə etməyin. Məsələn, yalnız mükafat və ya tərif alanda deyil, daha çox kiçik uğurlarını da qeyd edib mükafatlandırın. O bayaq dedim ki, müəllim hər hansı bir kiçik uğuru dedisə, siz də onu qiymətləndirin. Müəllimləri ilə daim ünsiyyətdə olmaq vacibdir. Uşağınızın sağlamlıq və təhsil xidmətlərinə necə çıxış əldə edə biləcəyini öyrənin. Övladınızla çalışan mütəxəssislərlə əlaqə saxlayın mütləq şəkildə. Övladınızın dəb olduğunu qəbul edin. Bu hər bir valideyndən istənilən bir istəkdir, ən önəmlisidir. Fərqi yoxdur, hər hansısa bir pozulmada da bu istənilir. Çünki bu vəziyyət ailənizin, dostlarınızın və cəmiyyətin göstərə biləcəyi reaksiyalara alışın. Başqalarının reaksiyalarına görə nə özünüzü, nə də övladınızı günahlandırmayın. Çünki heç kəsin övladı ideal deyil. Hərənin uşağında birində diqqət əskikliyi ola bilər, birində ola bilər ki, heç ümumiyyətlə oxuya bilmir, heç nə yoxdur, sağlam, yəni diqqət olaraq sağlıq qaydası yerindədir, amma nə olsun ki, diqqəti davamlılığı zəifdir, mərkəzləşdirə bilmir, pedaqoji baxımsızdır. Yəni hər kəsdə bir nüansı var. Ona görə heç nə özünüzü günahlandırın, nə də övladınızı. Sadəcə olaraq düzgün istiqamət tutub, düzgün təlim prosesinə yönləndirin. Uşağınızın enerjisini düzgün yönləndirmək, onun enerjisini sərf edə biləcəyi, məmnunluq hissi yaradacaq fəaliyyətlərə, futbolu istəyir futbola yazdırın, boksu istəyir boksa yazdırın. Nəyə istəyirsə, təbii ki, əgər onun sağlığına uyğundursa və zərər deyilsə, buna da baxırıq. Övladınızın hiperaktivliyini bastırmağa çalışmayın. Onu aşağılamaq, təhqir etmək, tənqid etmək, başqa uşaqlarla müqayisə etmək, bu heç bir uşağa uyğun deyil. Ələxüsusda bu uşaqlara ümumiyyətlə. Bu cür davranışlar onun özünə inamına və şəxsiyyətinə mənfi təsir edə bilər və edir də. Fiziki cəzadan istifadə etməyin. Nə baş verməsindən asılı olmayaraq fiziki cəzaya əl atmayın. Bunun problemləri həll etməyəcəyinə, əksinə daha da artıracağına unutmayın. Övladınıza məsuliyyətlər verin, yerinə yetirə biləcəyi tapşırıqlar verin və uğurla tamamladıqda onu mükafatlandırın. Övladınızın müsbət davranışlarını qiymətləndirin. Onun düzgün davranışlarını görüb müsbət rəy bildirin. Həm siz, həm atası. Tək valideyn olmalıdır. Yəni ana yox. Və bu pozulma ilə bağlı da kifayət qədər çalışın, məlumatlı olun. Hazırda hər 10 uşaqdan biri dəbdir. Dəb olmayan uşaqları böyütmə çətinliyi varkən, dəbli olan uşağı böyüdüb başa çatdırmaq daha çətindir. Yəni biz mütəxəssislər olaraq sizləri çox başa düşürük, amma bunun da həll qaydaları var. Müqayisə etməyə son qoyuruq. Bu kimi müqayisələr övladınıza müsbət təsir yox, əksinə motivasiya əskikliyi, öz dəyər azalması olduğu, patoloji vəziyyətin daha da ağırlaşdıracaq aşağılanma. Diqqətli ol, dəcəllik eləmə, diqqətsizsən, dəcəlsən, filankəs uşaq ya filankəsin qızı, oğlu səndən daha savadlıdır, ağıllıdır. Dediklərimi eşitdin, əvəzinə bu problemi yaşamamaq üçün nə edə bilərsən? Bu sualı verməliyik. Bir də məsələn, həmişə empatiya hissi valideynlərdə yaratmaq üçün mən həmişə deyirəm ki, əgər həyat yoldaşınız sizə anam nə gözəl yeməklər bişirir, bir də gəl sənin yeməklərinin dadına bax.
bu nədir bişirmirsən desə. Məsələn, bu sizə necə emosiya yaradar? Həmişə deyəndən sonra deyirlər, hə, həqiqətən müəllimə düz deyirsiniz. Yəni ki, biz bəzən əsəbləşirik, o uşağa elə bil hirsimizi yansıtmaq üçün bu addımı atırıq, amma bilin ki, bu sizə necə pis təsir edərsə, o uşağa da o cürə pis təsir eləyir, o dediyiniz tənqidlər. Uşaqla güclü bağ qurmaq lazımdır. Hər uşağın sevgiyə və qayğıya ehtiyacı var. Bu uşaqlarda 2 amilə ehtiyac digər uşaqlara nisbətən daha çoxdur. Yetərli səviyyədə sevgi almadıqda diqqətinizi çəkmək üçün müxtəlif cür yaramazlıqlar edə bilərlər. Bu kimi halların qarşısını almaq üçün həftənin 4-5 günü ən az 20-30 dəqiqəlik oyun oynamaq, birlikdə zaman keçirmək kimi fəaliyyətlər planlaya bilərsiniz. Məsələn, deyirsiniz ki, həftə içi vaxtım yoxdur, tamam, 6 bazar bunu yerinə yetirə bilərsiniz. Gün ərzində övladınızla hər hansı anlaşılmazlıq yaşasanız, problemi həll edə bilməsiniz, yəni bilmirsinizsə, hər ikiniz də sakitləşməyini gözləyin. Ayrı-ayrı otaqlara çəkilin. Mən həmişə bunu məsləhət edirəm valideynlərimə. Əgər bunları etməyinizə baxmayaraq yenə də problem davam edirsə, bu dediyim üsulu tətbiq eləyin. Məsələn, soyuq havada çölə çıxarkən üşüyüb xəstə olmamaq üçün üst geyimli geyinməli olduğunu bildiyim halda düşünürəm ki, sən də bunu anlamağın üçün təcrübə eləməlisən. Məsələn, uşaqla tərslik tutub deyib ki, geyinmirəm də paltar, belə çıxıram çölə. Hə, onu üst geyimli geyinmədən çölə çıx, balkona çıxarırıq, üşüyüb-üşümədiyinə baxırıq. Çölə çıxarmırıq, xəstələnir. Əvəzində balkona ya da bir pəncərəni açırıq, bir hiss eləsin o soyuqluğu, görək neyləyəcək onda. Siz ata və analar uşaqlarınızın ilk müəllimisiz, bunu bilin, hər zaman da deyirəm. Uşaqlar yaşadıkları dünya haqqında ilk bilgidir, təcrübədir, hissiyatdır. Hətta sizin o bətninizə düşürük prenatal, natal dövrdə. Onda belə siz nə yaşamısınızsa, o uşaq onu birbaşa doğulduqdan sonra belə yaşayır. Bu hisslərlə böyüyür. Yəni hamiləlik dövrü ümumiyyətlə çox önəmli bir trimestrlar çox önəmlidir bizim üçün. O dönəmdə ümumiyyətlə valideyn nə yaşadısa, nə keçirdisə, uşaq da onu sonradan aynalıq eləyir valideynə və cəmiyyətə. Ona görə hamiləlik dövrü də önəmlidir burada. Nəyin doğru, yanlış olduğunu sizdən öyrənirlər. Özəlliklə uşaqlar öz həmcinsindən olan valideynlərini daha çox rol model seçirlər və həmişə də istəyimiz budur ki, oğlansa atanı, qızsa ananı seçsin rol model olaraq. Məsələn, situasiya təqdim eləyirəm. Siz hər hansı çətin vəziyyətdə çığırıb, bağırıb, həddindən artıq əsəbləşirsinizsə, bu halda bədən dilinizlə övladınıza sən də bu problemlə rastlaşdığında əsəbləş, çığır, bağır fikrini aşılamış olursunuz. Məsələn, o gün qarşılaşmışam bir vakada pasiyentimdir. Uşağa öyrədirik ki, öz baxım bacarıqlarını aşılayırıq, öyrədirəm. Valideynin səbri çatmır ki, uşaq o həmin bu zamoku açıb bağlasın. Uşaq bilmir. 3-4 yaşı var bilmir. Amma uşaq həmin yaşda üst geyimlərini soyunub geyinməyə bacarmalıdır müəyyən qədər. Amma bizim müdaxiləmiz müəyyən qədər olmalıdır. Amma əsasını özü etməlidir. Bu şəkildə övlad neynir? Görürsən, uşağın səbri yoxdur. 3 yaşı var, uşaq səbirsizdir. Tapşırığı ardıcıl şəkildə, davamlı və sistematik şəkildə həll edə bilmir. Nə oldu? Biz övladımıza aynalıq etdik. Yəni, dedi ki, sən də belə ol. Bu şəkildə elədi. Məsələn, yoldaşımıza əsəbləşib, çığırıb, bağırıb bir şeyləri anladırıqsa, öz hisslərimizi, duyğularımızı, uşaq sabah onu cəmiyyətdə də başa düşəcək. Deyəcək, hə, anam belə edirsə, hə, onda mən də düz eləyirəm də, qoy gedim mən də yoldaşlarıma qarşı bunu eləyim. Yəni, buna çox diqqət eləməliyik. Bu tapşırıqlara indi keçid eləyəcəm. Bir də məsələn, məndən sizə bir hədiyyə olacaq. Bunu da skrin eləyib göndərəcəm. Övladınızla qarşılıqlı şəkildə oturun və elə yer olsun ki, onun diqqətini yayındıracaq heç nə olmasın. Siz 2-dən başqa heç kim, yəni siz ikiniz olun da otaqda. Bədəninizdə belə izah eləyirik. Bədənində başının, gövdənin, qollarının və ayaqlarının nə rəngdə olduğunu soruşun. Əgər başa düşmürsə, düşünürlər də tutaq anlamadısa, başını rəngləmiş olsa idin, hansı rəng olardı? Məsələn, fərz edək ki, qırmızı dedi. Bunu yadda saxlayın və onu diqqətlə dinləyin. Şirinlər cizgi filmini bir dəfə də olsa, düşünürəm ki, hər biriniz izləmisiniz uşaqlarınızla birlikdə. Əgər uşağınız və siz heç xəbərdar deyilsinizsə, bir neçə bölüm izləyin. Ona Şirinin haqqında baxıb qavradığınız məlumatları verin ki, onda təsəvvür olsun. Ona ilk olaraq təlimat verin ki, biz səninlə bugün xəyal qurma oyunu oynayacağıq və bir neçə nəfəsdə Şirinə çevriləcəyik. Şirin baba ola bilər ya da o digər hansısa personajı sevsə siz baxandan sonra.
Gözlərini yumur, ondan nəfəs alarkən, məsələn, başında olan qırmızı rəngi silməsini, yavaş-yavaş nəfəs verərkən isə maviyə boyamasını istəyirik. Yəni qırmızıdan nəfəs aldıqda maviyə nəfəs verdə maviyə keçdiyini təsəvvür etməsini tələb eləyirik. Silmə və boyama mərhələlərini tək-tək baş, gövdə, qol, ayaq və s. ardıcıllıqla getməlidir. Çünki biz burada diqqət işləyirik ev üsulu olaraq. Məsələn, məndən çox soruşulur ki, müəllimə deyin də bizə neyniyək evdə? Məsələn, mən valideynlərimə ilk vaxtlarda bu tapşırığı verirəm. Yəni siz də övladlarınızla bunu edə bilərsiniz. Hətta bunu müəllimlər də edə bilər. Bir workshop kimi sinifdə çox maraqlı olar. Sonunda bütün bədəni mavi olunca ondan bu halı ilə dünyanın ən gözəl, ən yaraşıqlı, şirini olan gözlərini açmasını istəyin. Sonra onu ürəkdən qucaqlayın. O istədiyi qədər sizi qucaqlamasına izin verin. Hətta ola bilər ki, qucağınızda da yatsın. Yəni gec yuxuya gedən uşaqlar olur, çox vaxt bu uşaqlar. Ola bilər ki, gec yuxuya da getsin. Mən bu tapşırıqları birazdan sizinlə tətbiq eləyəcəm. Bu da mənim Instagram vasitələrimdə, nömrəmdir. Nə sualınız olsa, məsələn, tapşırıqlarla bağlı ola bilər. Nə sualınız ola bilər. Diqqətlə bağlı hər gün çoxlu-çoxlu paylaşımlar eləyirəm. Sırf diqqətin korreksiyası ilə bağlı izləyə bilərsiniz. Həm reelslər paylaşıram, vaxt olduqca təbii ki, həm də storylərdə daha aktivəm. Belə. Mən indi birazdan sizi bununla məlumatlandıracağam, sizin fikirlərinizi alacağam. İndi isə bir neçə şəkil ilə sizin məlumata təqdim eləmək istəyirəm. Deməli, məsələn, burada mən nəyə diqqət sizə çatdırmaq istəmişəm? Burada üçgən bu üçlü ümumiyyətlə bir olmalıdır, kompleks şəkildə olmalıdır. Müəllimə, məktəb rəhbərliyi və valideynlər. Bu üçü birlikdə olduqda, bu üç bucağın daxilində olan balamız fərqi yoxdur, diqqət əskikliyi olsun, fərqi yoxdur, digər yəni normal diqqətə sahib olan uşaq olsun, bu uşaqlara önəmlidir. Həm onların inkişafında, həm onların intellektual inkişafı fərq etməz. Həm sosial bacarıqlarında. Bunlar oldusa, bir işlədisə bu üç qüvvət, daha çox uşaq həm irəli gedir, həm daha çox uşaq stimulda olur ki, mən güvəndəyəm, mən valideynlərimin nəzərindəyəm. Bu şəkildə. Ekran görünmür, hə? Mən desəm. Ekran görünmədikdə mənə zəhmət olmasa deyin. Yaxşımı? Hiss etmək görünmür? Bir də açdım. Bəli, bu an Bəli. görünür. Hə. Bu üçlü birlikdə olmalıdır. Müəllim, məktəb heyəti, yəni məktəb heyətində də uşaqla kim məşğul olur? Məsələn, ibtidai siniflərlə. Bax, o kəslər və valideynlər. Burada məsələn bacı qardaş böyütsə nə yaxşı. Onlar da bu üçgənə daxil olurlar və birlikdə bu uşağın gələcəyi üçün möhtəşəm işlər görə bilərlər. Yəni həqiqətən də bunun fərqinə vardıqdan sonra valideynlər də, müəllimlər də uşaqda çox böyük dəyişiklik hiss eləyirlər. Amma əslində valideynlərin və müəllimlərin özü də bir növ fərqinə varırlar. Həm özlərinin necə davranmalı olduqlarını, həm də uşağın necə davrandıqda necə ona münasibət göstərməklərinin də fərqinə varırlar. Onda daha çox rahat olur bizə o uşaqla yaşamaq da, o uşaqla davranmaq da, hər şey ümumiyyətlə, hər şey belədir. Sonra nəyi göstərmək istəyirəm? Mən bu şəkli çox sevirəm mən. Bunu da göstərəcəm. Yəni həqiqətən uşaqlarda belə olur. Biz də onlardan çox şey tələb edirik. Onların yəni öhdəliyində olmadığı halda. Hə, bu şəkildə məsələn fikir verin, ağlında yəni bir neçə şey var. Sinifdədir, bunları siz də düşünün, hər birini görüb. O uşaq bizi dinləmir. Heç nə işlə bilməz yəni bu halda. Fikri, məsələn, gedim futbol oynayacağam, gedim atama nəsə bir söz deyəcəm, yadıma düşüb. Həmin anda deyiblər ki, mənim atama yığın, ona nəsə deməliyəm. Belə hallar o qədər olur ki, o qədər. Müəllimlər çox təngə gəlirlər, başa düşürəm onları. Yəni eyni anda həm dərs keçməlidir, həm uşaqları idarə eləməlidir. Hər kəs evdən bir istiqamətdə gəlib. Amma ki, bu uşaqlarda anlamam üçün bu şəkil məncə çox gözəl bir nümunədir ki, heç onların aslı deyil də, yəni heç. Həqiqətən də.
Elə ki, belə böyük bir qayğıya ehtiyacı var bu uşaqların həqiqətən də hər zaman. Digər mən ə, cədvəli də göstərim, sonra sizdən sual-cavaba keçəcəm və digər o ə, dediyim nüansları qeyd edəcəm. Sizə tapşırıqları da həll edəcəyik. Deməli, bu panoda sizə təqdim edeyim. Bu panoda bunu sizə göndərəcəm. Burada həm oğlanlar üçün ayrıdır, qızlar üçün də ayrı bir panodur. Çox maraqlıdır. Deməli, burada yəni günləri görürsüz. Qarşısında məsələn yuxudan durdu, əlini üzünü yudu. Bir ulduz qoyuruq. Yeməyini yedi, dişini fırçaladı, tapşırıqlarını elədi. E, Yarım saat icazə verdiyim qədər televizora baxdısa, yeməyini yedi, kitabını oxudu. Bunların hamısını elədi. Çünki bunları niyə belə sistematik yazılıb? Bunları uşaq eləyəndə diqqətin davamlılığı artır, 100% artır. Ona görə də bunların birini belə atlatmaq belə səhvimiz ola bilər. Uşaq deyəcək ki, hə, vəsə da, yəni anam atlatdı da, hə, nə var, digər işlərimi də elə görüm. Yarım-yarımçıq olacaq da hər şey. Elə ona görə də belə olur. Bəzən evdən də, məsələn, pedaqoji baxımsız uşaqlarda da çox görünür. Məsələn, valideyn ona diqqət eləmir, həssas yanaşmır ki, uşaq bunu ardıcıl eləsin. Məsələn, ən acığım gələn şeydir ki, tapşırıq verirsən, uşaq gətirmək istəyir, amma evdən tez çıxdıqları üçün, tələsdikləri üçün tapşırığı qayıdıb götürmürlər və o şəkildə gəlir ki, olmaz. Yəni uşağın burada diqqəti də yayınacaq. Onun məsul hissi də az olacaq. O sabah məktəbdə də onu eləyəcək. Deyəcək, qalsın da evdə heç nə olmaz da, bir də qayıtmayım evə. Məsələn, bu şeyi çox görə bilərik. Ona görə bu şeylərə son dərəcə diqqətli olmalıyıq. Nə də olsa biz qayıdıb hazırlığa belə geciksək o şeyi götürək. Amma tək uşaq başa düşməsin ki, hər zaman belə ola bilər. Onu anlamasın. Yəni heç mümkün deyil, başa düşürəm. Uşağa amma bunu izah eləmək lazımdır ki, bu səbəbə görə olmadı, amma o demək deyil, ha, hər dəfə belə olacaq. Bunu izah eləməliyik. Yəni qızlar üçün, oğlanlar üçün ayrıca bunu PDF-də yerləşdirmişəm. Ürək rahatlığı ilə istifadə edə bilərsiniz, adını yaza bilərsiniz. Bunu divara da yapışdıra bilərsiniz, ya daha çox gördüyü hissələrdə yapışdıra bilərsiniz. Məsələn, xalacenikin üzərinə də yapışdıra bilərsiniz. Buna da fərqi yoxdur. Sizə hara daha çox görünürsə ora. Belə. Sonra mənim sizə təqdim edəcəyim sorumluluqlar da göndərəcəm, broşurlar da sizə göndərəcəm. Belə. Tapşırıqda iştirak etmək istəyənlər varsa, zəhmət olmasa əllərini qaldırardı, baxardım. Əgər yoxdursa, mən onu göndərirəm, siz özünüz onu evdə praktika edərsiniz. Etmək istəyənlər var. İlahi xanım, tapşırıq nə idi? Tapşırıq elə bu slayddadır. İndi təqdim edə bilərəm. CDK. Sadəcə şifahi sorğu-sualdır. Bu bir slayd sayılır, bir dəqiqə. Valideynlər üçün sırf valideynlərin iştirakı orada olmalıdır. Budur. Uşaq məni dinləmir. Məsələn, situasiya uşağınız dərs edən zaman çox səbirsiz davranır, tapşırığı etmədən əvvəl suallar verir, əsəbləşir. Bəzən mən bacarmıram deyib ağlayır. Bu anda siz də yorğun və gərginsiniz. Sual budur ki, bu vəziyyətdə siz uşaqla necə ünsiyyət qurardınız? Emosional olaraq onu necə dəstəkləyərdiniz? Hansı sözlər deyərdiniz ona? Ümumiyyətlə, hansı davranışlardan uzaq durardınız? Budur sualım. Bir tapşırığın biri budur. Mən iştirak eləmək istəyərəm valideyn kimi. Hə, buyurun. Düşünün, əgər hazırsa cavabınız eşidirəm sizi. Bəli, sualı təkrarlaya bilərik. Olar. Görünür ekranda, ekran görünür sizdə. Hə, görünür. İndi Orada gör. rahat şəkildə orada qeyd eləmişəm. Yəni burada şey budur ki, uşaq dərsdən evə çox əsəbi, səbirsiz gəlir. Tapşırığı etmədən əvvəl sual verir, əsəbləşir. Mən bacarmıram deyib ağlayır. Tapşırığı məsələn çəkir qırağa ki, eləmirəm də. Siz də yorğunsuz, gərginsiniz. Məsələn, ya işdən gəlmisiniz, ya ümumiyyətlə yorulmusunuz. Sualları oxuyun, cavablandıra bilərsiniz. Yəni nə edirsiniz? Tamam. Mən bu vəziyyətdə uşaqla əvvəlcə həmin vaxt üzərinə getmərəm. Bu arada deyim, 3 övladım var. İkisi də əlaçıdır, yəni öz potensiallarına görə. Amma mənim də əziyyətim az deyil. O mənada ki, belə məqamda heç vaxt uşağın üstünə getməmişəm ki, bu dəqiqə sən bu tapşırığı yerinə yetirməlisən. Əvvəlcə onunla ünsiyyət qururam.
ki, səbəb nədir, niyə belə aqressivsən, niyə eləmək istəmirsən? O danışmaq istəməsə belə deyirəm ki, yaxşı, onda nə etmək istəyirsən? İndi seçimi nədən yana olursa, çalışıram ki, mənlə olan bir şey olsun ki, o aramızda buz qıran kimi istifadə eləyirəm də o vasitəni. Nəsə bir məşğuliyyət eləyirəm, rəngləmə ola bilər və yaxud da ki, bir ev işi də ola bilər. Məsələn, qab yumuşam, deyirəm ki, gəl qabı silə-silə söhbət eləyək. Söhbət eləyirik, sonra deyirəm ki, bu tapşırıqlar yerinə yetməlidir. Özləri sonra rahatçılıqla deyirlər ki, yaxşı, gəlib rahat tapşırıqları işləyirlər. Nəysə, əgər bacarmırlarsa, məsələn, mənim uşaqlarımın ən böyük problemləri məntiqi tapşırıqları işləməklə bağlıdır. Riyaziyyatları çox güclüdür, amma məntiqi sevmirlər. Məsələn, məntiqi görəndə heç sual oxumamış deyirlər ki, mən bacarmayacağam. Deyirəm, bacarmasan da oxuyursan, bəlkə bacardın, bəlkə bu dəfə alındı, bir cəhd eləyək, nə itirirsən ki? Yəni, çalışıram ki, əsas odur ki, o uşağın əvəzinə, o bayaq siz vurğuladınız, empatiya hissi. Özümü o vəziyyətə qoyuram ki, tutaq ki, mənim bacarmayacağım işdə məndən uğur gözləsələr, mən ona risk eləyərəm, yoxsa məni rahat buraxsalar, təbii ki, mən ona birbaşa qarşısına hədəf qoymuram ki, sən bunu mütləq bacarmalısan. Deyirəm ki, sən bunu bacara bilərsən. Bacaranların heç biri səndən artıq deyil. Sadəcə olaraq cəhd eləməlisən. Bir dəfə, iki dəfə, hətta sən ardıcıl səhvlər eləyəndə belə sən düşünə bilərsən ki, düzgün olmasa da nə qədər metod öyrənirsən sən. Yəni, beynin düşünmə qabiliyyəti artır və artıq müxtəlif yanaşmalar öyrənsən, sonra bir də görəsən ki, həqiqətən öyrəndiklərin hansısa bu misala olmasa da başqa misala tətbiq eləyə bilərsən. Nə bilim, mən valideyn kimi bu üsuldan istifadə edirəm. Sonra özüm gərgin olanda yenə onda da əsas çalışıram ki, sakit bir məşğuliyyət tapaq özümüzlə. Məsələn, deyirəm ki, 5 dəqiqəlik heç kim heç nə danışmasın, məsələn deyirəm də, sonda filan şey hədiyyə eləyəcəm. Ki, yəni, həmin vaxt üzərimə gəlinməsin də, yəni, həm onlarla bərabər vaxt keçirim, çünki onlarla olanda mənim o gərginliyim keçir bir ana kimi. Həm də ki, elə ətrafımda olsunlar və onlar görsünlər ki, mən gərgin anımda necə hərəkət elədim. Çox gözəl yanaşmadır. Həqiqətən də yəni uşağımızı anlamalıyıq. Valideyn var, məsələn, uşağı orta məktəb səviyyəsinə uyğundur, amma ısrarla özü o belə deyim, qalibiyyət hissimi deyim, egosumu deyim, hər şey ola bilər də, o fərdi xüsusiyyətə baxır. Özü ya o həyatı yaşaya bilməyib, deyir, yox, 100% uşağım, nə danışırsan? İntellektual səviyyəsi uşağa tətbiq edirəm, uyğun deyil, amma deyir, yox, mən istəyirəm uşağım o liseydə təhsil alsın. Amma o liseyin hətta müəllimi eyni fikirdə olur ki, həqiqətən də uşağınız bu standartlara cavab vermir. Çünki lisey proqramı zaten orta məktəb proqramı ağırdır günümüzdə. Lisey proqramı ondan ağır. Yəni daha çox əlavə materiallar, daha çox əlavə məşğuliyyətlər olur da orada elmi olaraq. Yəni burada valideynlər başa düşmürlər. Bu da uşağı sıxır. O diqqəti də yayınacaq, hiperaktiv də olacaq, yəni. O bilirsinizlə əlaqəlidir. O valideynin özünün egosudur. Mən ona başqa ad vermirəm. Çünki özü o uşağın yerinə özün qoymur ki, bu bacara bilir. Məsələn, elə uşaqlar var ki, həqiqi mənada hədsiz savadlıdır. Hədsiz, mən özüm də müəlliməyəm. Hədsiz savadlıdır. Amma o uşaq gəlir test vaxtı, KSG vaxtı, gəlir nəticəsi aşağı olur. Niyə? Çünki o evdəkindən qorxur ki, mənim nəticəm aşağı olsa, mən evə nə deyəcəm? Artıq nəticəsi qat-baqat aşağı olur. Yəni, 4-cü sinif monitorinqində nə qədər yüksək bal toplayan şagird gəlir normal vaxtı valideynin yanında testi qoyursan qarşısına gəlir o işləyə bilmir. Halbuki gündəlik müəllimi, məktəbdə olan müəllimi, tutaq ki, biri mən özüm riyaziyyat müəlliməsiyəm. Sinifdə görürəm o uşağın potensialı nə cürdür, amma KSG deyən kimi o uşağın bütün vəziyyəti olur sıfır. Həqiqi mənada olur sıfır. Bəli, çox düzgün qeyd edirsiniz. Çünki KSG o uşağın gözündə böyüdülüb, böyük bir, necə deyim, fəlakət formasına salınıb da evdə valideyn tərəfindən. Ona görə də uşaq o şəkildə biruzə verir hisslərini. Bir səhv eləməkdən qorxur, bir səhv eləməkdən ki, yəni evdə valideyn bundan razılaşmayacaq. Bəli, həqiqətən də elədir. Yəni valideynləri də mən hər zaman, siz müəllim olaraq bilirəm, hər zaman yəni ki, vurğuluyursunuz.
Çox səhv Bəli. yanaşmadır. Çox Bəli, səhv. məsələn, öz uşaqlarım ikisi də yenə deyirəm, əlaçıdır. Heç biri də heç bir hazırlığa falan getmir də. Yəni özlərinin sinifdə keçirilən dərsin hesabına. Sadəcə Bəli. olaraq bunların nədir motivasiyası? Məsələn, demişəm ki, 90-100 bal arası qiymətdə, məsələn, hər KSG qiymətini isə 1 manat verəcəm. Məsələn, çox yuxarıdan getmirəm. 1 manat verəcəm. O uşaq onu alan kimi o dəqiqədə mükafatlandırıram. O uşağın motivasiyası olur. Onsuz da mənim məqsədim hirslənsəm də, ondan sonra mükafatlandırırsam da eynidir ki, bunun nəticəsi 90-100 arası olsun. Mən onu Bəli. əzab vəziyyətinə gətirdiyimə, onu artıq bir prosesə çevirir. O öz aləmində fikirləşir ki, mən əziyyətimin bəhrəsini gördüm. Bu günləri bir imtahandan, bir KSG-dən 5 aldım, 90-100 arası. Səhərlər deməli mən bundan indi 1 manat qazanıramsa, gör universitetdə oxusam mən nə qədər qazanacam, gör işləsəm mən nə qədər qazanacam. Yəni uşağın düşüncəsinin ən üst səviyyəyə qədər valideyn nətər deyim, çalışmalıdır ki, qaldırsın. Baxırlar, siz xüsusi vurğuladınız və mən onun altın, mən qeyd və dəftərləri ilə yəni hansısa təlimlərdə iştirak edirəm ki, xüsusi altın qeyd elədim ki, mənəvi hədiyyələr. Yəni mənəvi hədiyyə həqiqi mənada maddiyyatdan qat-qat üstündür. O uşaqların valideynlərlə o keçirəcəyi bir dəqiqəlik, adi belə yenə deyirəm, bir dənə bir oyuncağın qırılmış bir yerini düzəltmək belə o uşaq üçün nə dərəcədə bir xoşbəxtlik verir. Necə ki, biz sevdiyimiz insanın yanında bir prosesi həyata keçirəndə ki, belə sevinirik, heç uçmağa qanadımız olmur ki, onunla bərabər idim. Onunla bərabər filan işi görürdüm. Eləcə də uşaq üçün əziz olan kimdir? Valideyni. Əgər valideyn də bu sosial qayğılar, nətər deyim, maddi mənəvi vəziyyət, hamımızın işi gərgindir. Əgər bununla belə o uşağı biz uzaqlaşdırırsa, onda bizim işləməyimizdə bir mənası yoxdur. Heç gördüyümüz ev işində mənası yoxdur. Ona görə mütləq mən özüm şəxsən 3 uşağın üçünə də hər axşam mütləq nə qədər işimin olmağından asılı olmayaraq 1 saat zamanı üçünə də bölüşdürürəm ki, yəni bu nə dərs deyil, nə televizora baxmaq deyil, bərabər nəsə mütləq bir iş görməkdir. Bəli, çox düzgün vurğuladınız. Çox təşəkkür edirəm. Çox ətraflı fikirlərinizi təqdim elədiniz. Yəni çox da düzgün yoldasınız. Həqiqətən sizə alqışlayıram. Siz sağ olun ki, belə maraqlı bir təlim təşkil eləmisiniz. Çox təşəkkür edirəm. Bəli. Fikirlərimi deyə bilərəm bu sual haqqında. Əlbəttə ki, buyurun. Deyin, sonra ikinci tapşırığa keçəcəyik. Aha, tamam. Deməli, məktəb müəllimi sizə bildirir ki, uşağınız dərsdə diqqətini cəmləyə bilmir və bəzən sinif yoldaşlarının dərsinə mane olur. Müəllim sizdən dəstək istəyir. Sual isə siz bu zaman müəllimlə necə əməkdaşlıq edərdiniz? Müəllimə hansı məlumatlar verərdiniz? Nə istərdiniz? Valideyn məktəb əlaqəsini necə gücləndirmək olar? Bəli. Bu zaman uşaq dərsdə diqqətini cəmləyə bilmir. Mən də uşağın üstünə getməzdim. Çünki elə bir vaxt olur ki, biz heç böyüklər də özümüzü, yəni diqqətimizi cəmləməkdə çətinlik çəkirik. Bu, yəni normal haldır. Bu zaman uşağın üstünə getmək məncə də düzgün deyil. Uyğun zamanı gözləmək lazımdır ki, uşaq öz diqqətini toplaya bilsin. Bəzən sinif yoldaşlarının dərsinə mane olur. Belə desək, bəzən sinif yoldaşlarının dərsinə mane olur. Müəllimlə necə əməkdaşlıq edərdim? Müəllimlə o zaman elə əməkdaşlıq edərdim ki, müəllimlə valideyn ümumiyyətlə həmişə əməkdaşlıqda olmalıdırlar ki, bir nəticəyə gəlib çıxsınlar. Valideyn ayrı olanda, valideyn müəllimin dediyini təsdiqləməyəndə, müəllim valideynin dediyini təsdiqləməyəndə artıq bu düzgün olmur. Amma elə olmalıdır ki, valideynlə müəllim həmişə əməkdaşlıq şəklində olmalıdırlar. Yəni müəllim valideynə sinifdəki vəziyyəti deməlidir ki, uşaq özünü necə aparır deyə, diqqətini cəmləməkdə çətinlik çəkirmi, bu üzərində işlənməlidir. Əgər diqqəti dağınıqsa, bunun üzərində valideynlə birgə müəllim işləməlidir. Müəllimə hansı məlumatları verərdiniz, ondan nə istərdiniz? Müəllimə hansı məlumatları verərdim? Evdə uşağın dərs etmə vəziyyətinə baxardım. Uşaq evdə dərsi necə işləyir? Uşaq evdə dərsi necə işləyir və diqqətini tam olaraq toplaya bilirmi?
evdə məsələn bacı qardaşına mane olurmu? Bundan da bilmək olardı. E, Müəllimdən istərdim ki, daha effektiv şəkildə uşağa yanaşsın və fər həm də burada yaş və fərdi xüsusiyyətlər də rol oynayır. Uşağın Bəli. yaşına uyğun yanaşmalıdır uşağa. Valideyn məktəb əlaqəsini necə gücləndirmək olar? Mən deyərdim ki, valideynlər hardasa həftədə 2 dəfə, 3 dəfə balaca uşaqlardırsa əgər, ibtidai sinifdirsə 3 dəfə məktəbə gedib gəlsinlər. Çünki mənim ailəmdə də elə olub. Yəni anam yəni dərslərimlə maraqlanırdı. Həftədə 3 dəfə məktəbə gəlirdi və dərslərimin necə getdiyini də hər zaman müəllimlərdən öyrənirdi. Valideyn məktəb əlaqəsini belə gücləndirərdim ki, valideyn daim məktəblə əlaqədə olsun, müəllimin nömrəsi onda olsun, danışsın, uşağın Bəli. sinifdə vəziyyəti ilə maraqlansın, dərslərə yanaşması ilə, hər bir şeylə maraqlanıb mənə desin. Doğrudur, cavabınızı doğru qəbul edirəm. Həqiqətən də, yəni burada məsələn nəyi valideynlərin də müəllimlərin nəzərə çatdırmaq istəmişəm bu tapşırıqda. Məsələn, valideynlər çox zaman bilmirlər, yəni məlumat azlığı səbəbindən məsələn adi psixoloq ya da mütəxəssis, hər hansı bir mütəxəssis deyək, deyir ki, məsələn uşaqda diqqət əskikliyi var. Yəni hər hansı bir kəsdir də, yəni heç bu ixtisasla yaxından əlaqədən uzaq, yəni əlaqəsi yoxdur, uzaqdan və başlayır fikir bildirməyə. Uşağında belədir, bizim qohumda da var, əşi atası da belədir, uşaq ona görə elədi. Bu cümlələr, bu kimi ifadələr çox eşidə bilirlər. Və nəticədə də nə olur? Valideyn düşür belə bir boşluğa, adi məsələn mütəxəssisin fikrinə ya hər hansı bir kəsin fikrinə dur uşağına iradlar bildirir, məktəbə getməkdən fobiya yaranır, fobiyalar yaranır ki, yox məktəbə getmirəm, ümumiyyətlə əlaqə qurmuram müəllimlə, zaten müəllimlə münasibət qursam, əməkdaşlıq eləsəm, o zaten uşağımı aşağılayacaq, mənfi fikirlər söyləyəcək uşağımın inkişafı ilə bağlı. Amma valideynlər birinci, burada bizim istəyimiz valideynin qəbul etməkdir. İkinci etapda müəllimə bu vəziyyəti izah edib, müəllimə qəbul etdirməkdir. Yəni müəllim zaten özü bunu başa düşəndirsə, məlumatlıdırsa, zaten bilir. Yəni demək olar mən bunu bir neçə məktəbdə də bu təlimi təşkil eləmişəm. Yəni məktəb rəhbərliklərinə çox təşəkkür edirəm ki, onlar buna çox istəkli olublar və dəvət almışam. Orada da bu mövzunu dəfələrlə müzakirə edəmişik. Müəllimlərə çoxlu bax sizə təqdim etdiyimi birbaşa onlara təqdim etmişəm. Onlar çox orada fikirlər söyləyir ki, valideynlər bizdən qaçırlar, valideynlər bizlə əməkdaşlıq etmək istəmirlər. Bizdən çəkinirlər. Elə bilirlər ki, biz onu sinifin, məsələn, valideyn iclasında sinifin ortası biz onu belə deyim də, mənfi fikirlərlə onu çox bir pis vəziyyətə salacağıq, o şəkildə o sinifi tərk edəcək. Ona görə fikirlərində çox belə mənfi haldır da məktəb. Və bu şəkildə uşağın da fikrində, ana nə hisslər keçirirsə, uşaq da o hissi keçirir. Uşaq da başlayır nə etməyə, məktəbə qarşı aqressiv davranmağa, yəni məktəb sisteminə qarşı, uşaqlara qarşı, müəllimə qarşı. Düşünür ki, hə onsuz da bunları qəbul etmir də məni bir şəxs fərd olaraq, mən də onları etmirəm. Məsələn, başlayırlar əlaçı tutaq uşaqla bu uşağı müqayisə eləməyə. Müəllimlərdə bir neçəsi görmüşəm, amma unudurlar ki, məsələn, axı o uşağın intellektual səviyyəsindən, bu uşağın intellektual səviyyəsi eyni deyil axı. Onun IQ-su ilə ola bilər, bu uşaqda IQ fərqi var. Bəlkə də inandıram siz çox vaxt mən nədən baxıram. Valideynə deyir ki, müəllimə bəlkə uşağımın IQ-su aşağıdır. Tətbiq edirəm testi, inanın ki, o təriflədiyi uşaqdan bəlkə də daha da üstündə o uşağın IQ-su. IQ ilə bağlı bir problem deyil, ümumiyyətlə bu diqqət əskikliyi də. Ona görə bu sualdan bir çox şeylərin fərqinə vardırmağa çalışdım və həqiqətən də bunun həmişə bir nəticəsinə gedib çıxa bilirəm. Sevinirəm buna ki, fərqindəlik yaranır bu tapşırıqları işləyəndə, bu suallara cavab verəndə, oxuduqda belə hətta. Bu belə. Sonra mən sizin başqa bir nəyi nəzərinizə çatdırmaq istəyirəm. Burada broşura da var. Broşurada diqqət əskikliyi nədir, səbəbləri nədir, nə ilə məşğul olsa daha yaxşıdır. Məsələn, stol üstü bunu bir kiçik bir kağız kimi saxlaya bilərsiniz. Necə göstərir, məsələn, yadınızdan çıxarsa, bunu da göndərəcəm sizə. Bayaq o qeyd etdiyim sorumluluqlar. Burada da saytlardır. Deməli,
hər birinin adını qeyd etmişəm. Bonsibolda məsələn uşaqların bəlkə də qarşınıza çıxıb, amma bunları mən bir sxem halına gətirib sizlər üçün bir yerə toplamışam ki, bunlardan biri var ayrı-ayrı tapıb siz bunları işləyəsiniz. Bunları birlikdə sizə təqdim edəcəm. Rahatlıqla işləyə bilərsiniz. Məsələn, AKT01 oyundur. Bu uşaq sırf diqqət əskikliyi olan uşaqlar üçün yaradılıb və həqiqətən də təsirini görənlər də var, oynaya bilərlər bu uşaqlar. Classroom saytında da sırf elektron lövhəsi olan müəllimlər üçündür. Orada müxtəlif cür funksiyalardan istifadə edə bilərlər. Zəngli saat, puzzlelar, səs səviyyəsini azaltmaq üçün müxtəlif orada məsələn səslər verir ki, sinif səviyyəsinin səs çoxdur da sinifdə. Uşaqlar məsələn ona baxıb sakitləşə bilirlər. Çox maraqlıdır. Hətta bunu mən sinif məktəblərdə də yəni təşkil eləmişəm. Müəllimlərə də ad göndərmişəm, ona tətbiq də eləyiblər və çox gözəl geri dönüşlər də almışam. Bonsibolda çox tövsiyə edirəm. Bonsibolda da uşaqlar çox səs saldıqca o toplar başlayır oynamağa da, bir qutunun içindədir düşünün. Bu zaman belə bir səslər çıxır. Müxtəlif çox maraqlıdır. Sizə də çox maraqlı olacaq müəllim olaraq. Maraqlı bir situasiya yaranır və uşaqlar başlayır sakit dayanmağa ki, hə, lövhə artıq oradan təsirlənir o səsdən. Çox maraqlıdır. Saytları da göndərəcəm sizə, sevə-sevə istifadə edə bilərsiniz. Bunu da göndərəcəm sizə. Bu şəkildə. Broşurdur belə və onu da qeyd edeyim ki, məsələn aranızda müəllim olaraq uşaqların daxili dünyasını, onların şəxsiyyət xüsusiyyətlərini, ailə daxilində olan münasibətləri, məsələn uşağın cəhd rəsmindən öyrənə bilərsiniz. 3 ağac metodikasıdır, ailənin rəsmi testi, kaktus testi, Lyuşi və mövzu olmayan heyvan metodikasıdır. Bunlarda öyrənmək istəyənlər öyrənə bilərlər. Burada material, sertifikat və superviziyası da olur, yəni praktiki məşğələ. Bu şəkildə. İndi suallarınızı eşidirəm. Əgər kimin nəsə sualı varsa, verə bilər. Salam müəllimə. Mənim qızım 6-cı sinifdə oxuyur. Riyaziyyatı sevməyə başlayıb deyim. Heç arası yoxdur, amma öz güvəni də yoxdur, belə deyim. Hardasa müəllimə ona həvəsləndirib, amma öz güvən aşağı səviyyədədir. Onu necə aradan qaldırmaq olar? Öncədən təşəkkürlər. Buyurun, xoşdur. Belə deyim, bu özgüvən məsələsi ilk olaraq ailədən qaynaqlanan bir məsələdir. Burada valideynlər öz iç dünyasına baxmalılar ki, görək onlar özlərinə nə qədər güvənirlər həyatda, həyatda baş verən proseslərə qarşı ola bilər, məişət problemləri ola bilər, fərqi yoxdur hər şeydə. Həyatın hər təzahüründə necədirlər, özlərini necə hiss eləyirlər o prosesə qarşı. Yəni, çünki bizdə olan o hissiyyat uşağa keçir. Ya ailədə kimsə onu, məsələn, ailədə vəziyyət necədir ilk olaraq? Uşaqla münasibət ata və ya ana olaraq necə davranılır uşağa qarşı? Normaldır, elə öz qızımdır. Yəni 12 ildən sonra olub, yəni incitməməyə çalışırıq. İlk uşaqdır, hər halda başa düşərsiniz, ilk uşaq və 12 ildən sonra olma nə deməkdir? Yəni bacardığım qədəri ilə incitməməyə çalışıram. Başa düşdüm. Allah saxlasın. Belə deyim də, bu indi baxır uşağın fərdi xüsusiyyətlərinə ki, nədən qaynaqlanır? Çox şeydən ola bilər. Yəni bunu mən yəni bu tapmaca deyil də, mən sizə məsələn indi deyim ki, məsələn nədən qaynaqlanır? Yəni bunun bir konkret cavabı yoxdur. Məsələn, o uşağı ilk olaraq qiymətləndirmək lazımdır. Daxili o duyğularını enib, xüsusi texnikalarını öyrənmək olar ki, nədən qaynaqlanır. Bir də məsələn, o hansı ki, situasiyalarda özgüvənsiz olur, ona bir sual da verə bilərsiniz ki, burada niyə özünə güvənmirsən, nədir səni burada qorxudan, nədir sənə yoxuş gələn, onun başa düşəcəyi dildə suallar verə bilərsiniz. O cür, ancaq onlardır cavab, yəni cavab onun öz içindədir. Ki, niyə elə eləyir? Buyurun. O daha rahat olacaq, cavabı tapmaq daha rahatdır. Olar, mən bir yöntəm buradan deyim, bəlkə Bəli, buyurun. Əlbəttə olar. Hə, bizdə məsələn şagirdlərimizdən olur bəziləri elə, şəxsən mən müəllim kimi məsələn də o səhv deyir, mən ondan yanaşı lövhədə dayanmışam, tutaq ki, misalı həll eləyir. Deyir ki, bu sürətidir, əgər məxrəcin sürəti kimi deyirsə, deyirəm ki,
maraqlı yanaşmısan, amma nəyə görə elə düşündün? Axı sən bilirsən ki, bilməsə də belə, bilirsiniz necə? Axı sən bilirsən ki, bunun yuxarısıdır sürəti. Sən nə yaxşı aşağını seçdin? O bilirsiniz necə? O yanında mənəvi dəstəyi olan, o gözü ilə, baxışı ilə, təbəssümü ilə o uşağın yanında dayanan bir müəllimi hiss eləyir və uşaq artıq özün rahat, ingilislər demiş ki, soft hiss eləyir və tamam özün rahatlaşdırır ki, yəni mənim fikrim nəyəsə deməli burada ola bilər yanlışdır. Amma nəyisə üçün maraqlı gəldi müəllimiyə. Səbəbi nədir bilmədim, amma maraqlı gəldi. Deməli məndə nəsə xüsusi bir bu fənlə bağlı xüsusi bir istedad var. Və o uşaq gələn dəfələrdə artıq daha diqqətli olur, daha maraqlı yöntəmlərdən istifadə eləmək istəyir. Fikirləşir ki, məsələn, mən onu bəxtixuda demişdim, amma gələn dəfə qoy daha diqqətli olum, düzgün cavabı verim, qoy müəllim hiss eləsin ki, mən xüsusi bir zəkaya sahibəm. Çünki mən artıq müəllimin diqqətini cəlb eləmişim. Lap evdə bunu valideyn də fərqi yoxdur. Məsələn də deyir ki, belə emosiya ilə, yəni o belə pafos deyirlər, nə mi deyirlər də, belə dəstəkləmək lazımdır ki, aha, yəni o bir şeylərdir, amma dəstək olursan da, aha, tamamilə doğrudur. Nəyə görə belə elədin? Düzdür, və yaxud deyirsən ki, yo, nəysə burada, nəsə sən hiss eləmsən. De görüm, bax, mənə maraqlıdır, sən niyə bunu belə dedin? Sonra deyirsən ki, bax, mən bunu belə fikirləşirdim, indiyə qədər bu cür. Amma onu da gedib evdə baxarım. O artıq yanlış yöntəmi düşünür ki, mən gedib evdə araşdıracağam ki, görüm bu nəyə görə belə. Amma o doğru da orada öyrənəcək. Yəni bu metod bir çox şagirdi nətə deyim, dərsə cəlb eləyir. Sinif ortamında, məktəbdə çox düzgün vurulursunuz. Yəni bu yöntəmi təbii ki, yəni bayaq da qeyd etdiyim kimi uşağın yalnız öz daxilindədir sualın cavabı da ki, o nədən qaynaqlanır? Məsələn, bəzən biz düşünürük ki, uşağa çox diqqət göstəririk, çox qayğı göstəririk, düzdür? Amma inanın ki, uşaqların da içində məsələn çökəkliklər ola bilir. Biz elə bilirik, onu tam təmin eləmişik. Tam onu bütün sevgimizlə, belə deyim də, büsbütün ata olaraq, ana olaraq təmin eləmişik. Amma əslində bəlkə də bizim görmədiyimiz, bilmədiyimiz bir sevgi boşluq var orada. Onu artıq aşkara çıxarmaq valideynin əlindədir. Təşəkkür edirəm. Müəlliməsi də şey eləyir, motivasiya verir ona. Mən məsələn özüm də evdə işləyəndə deyir, ana bacarmıram. Deyirəm, sən bacararsan da. Yəni biraz da diqqətini ora versən, sən bacararsan. Sən özün bilirsən ki, sən bunun öhdəsindən gəlirsən. Daha da diqqətli olsan, gələcəksən öhdəsindən. Bu kimi motivasiyalardan mən özüm də verirəm. Sağ olsun müəlliməsi də psixoloqa yönləndirmişdi. Hardasa biraz irəliləyiş var. Amma yenə də sizdən də məsləhət almaq istədim. Çox sağ olun, təşəkkür edirəm. Siz də sağ olun. Yalnız belə deyim, kiçik ona məsələn hər hansı bir öhdəlikləri verib. Məsələn, indiyə qədər vermədiyiniz hər hansı bir öhdəlik var yaşına uyğun olaraq. Verməmisiniz, məsələn, qıymamısınız bala kimi, deyimsiz birinci uşaqdır məsələn. Qoy verməyim, birdən əziyyət çəkər. Belə yox, yəni nə istəyirsə, onu çalışıram ki, onu eləsin. O öhdəsindən gəlməsə də belə, məsələn, nə isə olarsa, yəni deyirəm ki, heç nə olmaz. Bu dəfə alınmadısa da gələn dəfə daha yaxşı olar da. Məsələn, ən çox şirniyyatadır meyli ki, bişirsin özü də. Yəni bunu eləyim, onu eləyim, icazə verərsən. Deyirəm, hə, elə. Bəs alınmasa, deyirəm ki, alınmasa, yox, bu dəfə olmasa, gələn dəfə olacaq. Mən də bir dəfə öyrənməmişəm ki. Eləyə bilərsiniz yaşını. Yaşı 11-dir, yanvarda 12 olacaq inşallah. Yeniyetməlik yaş dövründədir, normaldır yəni bu. Adınız Saradır, düzdür? Qızımın adı Saradır, bəli, mən Günel Məmmədova. Günel xanım, yəni normaldır. Yeniyetməlik yaşında özgüvən əskikliyi də olur, tənhalığa meyillik də ola bilər, valideynlərdən qaçıb mutizm də ola bilər. Yəni bildiyiniz bütün bizi narahat edən nələr ki var, keçid dövründə, yəni adı üstündə, o dövrdə uşağın şəxsiyyəti bir daha formalaşır. 3 yaşda müəyyən yaşına uyğun formada formalaşır, sonra gəlir 7 yaşda müəyyən qədər, sonra gəlir 11-də müəyyən qədər, sonra 15-də bir başqa cür olacaq qızınız. Məsələn, Sara qızınızı tanımayasınız, yaxşı mənada. Yəni uşağın fərdi xüsusiyyətləri və onun psixoloji xüsusiyyətləri birləşir, başlayır inkişaf eləməyə, dəyişir, dinamik olaraq. Məsələn, ola bilər yaşıdlarının nəsə etdiyinə baxır, deyir, bundan necə bacarır, onu edir, amma özü eləyir, bilmir. Məsələn, riyaziyyat fənnindədir, dərsindədir. Ola bilər, özünə özgüvəni orada da sarsıla bilər. O demək deyil, müəllimə onu sinifdə
çox dəstəkləyir, məsələn siz də çox dəstəkləyirsiniz. Ola bilər o öz içində özünü qınayır. Ola bilər çox mükəmməliyyətçidir. Ola bilər hər şey qayda qanununda eləmək istəyir, səhvə yol vermək istəmir. Bu zaman uşaqlarda bu hal rastlaşılır. Yəni çox görülür bu şey ki, uşaqlar çox özgüvənsizdə, amma elə olur, keçid dövrü olur, sindrom kimi də belə deyim. O çox davam etmir. Əgər təbii ki, onun üzərinə düşülsə, uşağın özünü fərqinə vardırılsa və çalışın daha çox onun ən müsbət cəhətlərini vurğulayın. İfrat dərəcədə yox, müəyyən səviyyədə. Çünki ifrat etdikdə də o uşaq artıq mənasız gəlir ona sizin dediyiniz o yaxşı ifadələr də, təriflər də belə deyim. Yəni belə, keçid dövrüdür. Sadəcə zaman verin. Çox üzərinə getməyin, yəni çalışmayın bir anda nəsə düzəltin, çünki bir anda o düzələcək bir şey, yəni bu bir patologiya deyil ki, biz bunu tez narahat eləsin, biz bunu düzəltməyə çalışaq. Keçiddir sadəcə olaraq, hər bir valideyn də qadın olaraq da onsuz yaşayır hər kəs, yəni oğlan olsun, qız olsun, ona görə də zaman verin. Sadəcə o bununla birlikdə yaşamağa çalışın, siz sağ olun. Oldu, sağ olun. Belə, həzz alın bu vəziyyətdən. Necə deyim, bu da bir zamandır. İnan, gəlib keçəcək, özünüz də bilməyəcəksiniz. Həqiqətən o qədər olur ki, məsələn, uşaqlarla İnşallah, inşallah. Məsələn, valideyn deyir ki, İlham uşaq dəyişib, başqa cür olub. Yəni, tam bir fərqli gücünü ortaya qoyub. Deyirəm ki, zaman verdiniz çünki. Özünüzə də zaman verdiniz, ona da zaman verdiniz. Ona görə dəyişdi həm də. Bu da var. İnşallah mənim, inşallah. Amin, inşallah. Buyurun, xoşdur. Bu qədər. Əgər sualınız yoxdursa, çox xoş oldu sizlərə bu cür, necə deyim, zəngin məlumatları bölüşmək. Müəllimimizin də fikirlərini bölüşməsi çox mənə xoş oldu. Təşəkkür edirəm sizə də. Çox sağ olun. İnşallah gələcəkdə möhtəşəm, necə deyim, webinarlarla, zəngin məlumatlarla görüşmək ümidi ilə nömrəmi və Instagram səhifəmdə sizə göndəriləcək. Nə sualınız olsa, nə bilmək istəsəz əlavə məlumat olaraq sualda yönləndirə bilərsiniz, səhifəni də izləyə bilərsiniz. Bu qədər deyəcəklərim. Sağ olun, gecəniz xeyrə qalsın. Bəli, PDF göndəriləcək. İştirakınız üçün hər birinizə təşəkkür edirik. Ümidvarıq faydalı təlim oldu. İlahə xanım, dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirik hər birinizə. Hər birinizə uğurlar arzulayırıq. Sağ olun. Sağ olun. Siz də sağ olun, çox sağ olun.